Həzrət Peyğəmbər işləyir, külünk vurur. Xəndəyi qazıyırlar, xəndəq müharibəsinə hazırlıq gedir Mədinənin ətrafında. Həzrət Peyğəmbər gördü ki, Həzrət Zəhra salamü aleyhə gəldi. 2 dənə balaca çörək uzatdı Həzrəti Rəsulullaha sallallahu aleyhi və səlləm. Həzrət Peyğəmbər çörəkləri aldı, dedi, qızım, yəni vəziyyət o elə çətin durumlar ki, qızım, hardan əldə eləmişsiniz bunu? Dedi ki, Həzrət Əmir əleyhissalam qazanıb gətirib, belə deyək də, uşaqlar üçün hazırlamışdım. Dedim, birdən ac olarsınız, sizə də gətirdim. Atacan. Həzrət Peyğəmbər aldı çörəkləri, dedi, qızım, 2 gün idi, dilmə heç nə dəymirdi. 2 gün idi, dilmə heç nə dəymirdi. Yəni, baxın, Həzrət Zəhra ailə qurub, uşaqlar üçün pişirmişəm, sən nədir? Artıq İmam Həsən dünyaya gəlib, İmam Hüseyin dünyaya gəlib, xanım Zeynəb var, Ümmü Kulsum var, evdə 4 dənə uşaq var. Hə? Ata yaddan çıxmır. Uşaqları yedizdirib, o qalan çörəkləri götürüb gəlib Həzrət Rəsullahın yanına. Yəni, Həzrət Zəhra bu nümunədir bizə. Nə olur olsun, hara gedirik gedək, ailə quraq, bizim də övladlar üzr istəyirən böyüklərin qabağında xüsusilə dünyaya gəldi, hər nə oldu. Valideyn dəyişilməz bir varlıq olaraq öz yerində, öz mövqeyində, öz məqamında qorunulub saxlamalıdır. Həzrət Zəhra bunu öyrədir bizə.